Salam, hörmətli tamaşaçılar, efirdə xəbər vaxtıdır. Studiyada mən Turac İbrahimovayam. Baş nazir mətbuat konfransında narkomaniya ilə mübarizəyə dair iki mühüm təşəbbüs təqdim edib. O bildirib ki, ölkədə narkotiklərin yayılması və istifadəsi ilə bağlı ciddi vəziyyət yaranıb və bu xüsusilə gəncləri narahat edir. Baş nazirin sözlərinə görə artıq geniş miqyaslı istintaq tədbirləri davam etdirilir və dövlətin əsas vəzifəsi profilaktikaya yönəlib. Təşəbbüslərə əvəzedici terapiya proqramlarının daha sərt tənzimlənməsi və psixotrop dərmanların qeyri-tibbi istifadəsinə daha sərt nəzarət daxildir. Məlum olduğu kimi, əvəz edici terapiya üçün metadon və buprenorfin kimi preparatlar istifadə olunur. Cəmiyyətdə kifayət qədər əsaslı bir fikir var ki, özəl şirkətlərin göstərdiyi xidmətlər çox vaxt xəstəni sağaltmaq deyil, qanuni yolla narkotiklərlə təmin etmək məqsədi daşıyır. Şəxsi şirkətin dərman satışını maksimum dərəcədə artırmaq da birbaşa kommersiya marağı olduğu şəraitdə təbii ki, o xəstəni sağaltmağa deyil, dərman satmağa diqqət yetirmək üçün güclü şirnikdir. Bu təcrübə tamamilə dayandırılmalıdır. Ona görə də biz özəl qurumlar tərəfindən əvəzedici terapiya proqramlarının həyata keçirilməsini tamamilə qadağan etmək qərarına gəldik. Əvəzedici terapiyanın dövlət proqramlarının icrasına nəzarət gücləndiriləcək. Hər bir xidmətin xəstənin mümkün qədər tez sağalmasına xidmət etməsi və qanuni narkotik asılılığını təşviq etmək üçün süi istifadə edilməməsi ciddi şəkildə təmin ediləcək. Həmçinin bugün mən Gürcüstanın Səhiyyə Nazirindən xahiş etdim ki, əhalinin sıx məskunlaşdığı ərazilərdən əvəz edici terapiya üçün nəzərdə tutulan infrastrukturun tezliklə yığışdırılmasını təmin etsin. Bugün bu infrastrukturun əhəmiyyətli hissəsinin əhalinin sıx məskunlaşdığı ərazilərdə yerləşməsi yerli əhalinin narazılığına səbəb olur. 2024-cü il siyahıya almanın ilkin məlumatlarına görə Gürcüstan əhalisinin sayı 3.914.000 nəfəri təşkil edib. Sakstatın yayımladığı rəqəmlərə əsasən onların 53%-i qadınlardır. Ümumi siyahıya alma 2024-cü il noyabrın 14-dən dekabrın 31-nə dək işğal olunmuş ərazilər istisna olmaqla Gürcüstanın bütün ərazilərində aparılıb. Beynəlxalq metodologiyaya əsasən ölkədə daimi yaşayan bütün Gürcüstan vətəndaşları, həmçinin ölkədə yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər siyahıya almaya cəlb edilib. İlkin məlumatlara görə 2024-cü il noyabrın 14-nə dək Gürcüstan əhalisinin sayı 3.914.000 nəfər olub. Onların 2.078.000-i, yəni 53%-i qadınlar, 1.836.000-i, yəni 47%-i isə kişilərdir. Qadınların payı Tbilisi və Kutaisidə nisbətən yüksək, Mtsxeta əsasən də Xaraqaulu və Saqareco bələdiyyələrində nisbətən aşağıdır. Bildiyiniz kimi, Gürcüstanda 2024-cü il əhali və kənd təsərrüfatının siyahıya alınması 2024-cü il noyabrın 14-dən dekabrın 31-nə dək keçirilib. Siyahıya alma işğal olunmuş ərazilər istisna olmaqla ölkənin bütün ərazisini əhatə edib. 14 noyabr 2024-cü il tarixinə əsasən 2.423.000 nəfər şəhər qəsəbələrində, 1.491.000 nəfər isə kənd yerlərində yaşayır. Regionlar üzrə Macarıstan Muxtar Respublikasında Tbilisi istisna olmaqla şəhər yaşayış məntəqələrində yaşayan əhalinin sayı xüsusən yüksəkdir, 66%. Bu göstərici Batumi əhalisinin çoxluğu ilə əlaqədardır və Mtsxeta, Mtianeti, Kaxeti, Racaleçxumi və aşağı Svaneti bölgələrində nisbətən aşağıdır. 2024-cü il əhalinin siyahıya alınmasına əsasən əhalinin 34%-i Tbilisidə yaşayır. Əhalinin sayına görə ikinci və üçüncü yerləri əhalinin müvafiq olaraq 12,9 və 11,2%-ni təşkil edən İmereti və Kumokatli regionları tutur.
Bugün Kocaeli'dəki Serjantlar Akademiyasının bazasında Əskərlər düşərgəsinin rəsmi açılışı olub. Qeyd edək ki, layihə artıq 7-ci partiyasını qəbul etdiyi Saçxelidə davam edir. İştirakçılar 6 günlük proqramda iştirak ediblər. Bu proqramda onlar hərbi qaydalar və nizam-intizam əsasında praktiki bacarıqları öyrənəcəklər. Proqrama həm nəzəri, həm də intensiv sahə fəaliyyətləri daxildir. Açılışda Baş Nazir və Prezident, eləcə də Təhsil və Müdafiə nazirləri iştirak edərək proqramın başlanması münasibətilə iştirakçıları şəxsən təbrik etdilər. Artıq 3-cü ildir ki, bu layihəni uğurla həyata keçirən Müdafiə və Təhsil Nazirliyinin nümayəndələrinə təşəkkürümü bildirirəm. Bu, Gürcüstan ordusunun həyat tərzi ilə tanış olmaq üçün unikal imkandır. Sizi bugün münasibətilə təbrik etmək istəyirəm. Əminəm ki, karyeranızın bu hissəsi həyatınız boyu sizi izləyəcək. Burada keçirəcəyiniz bu duyğular, təəssüratlar, enerji nümunə olacaq. Bilməlisiniz ki, ordumuz kiçik ölkəmizin, igid xalqımızın böyük tarixinin çox mühüm bir hissəsidir. Əskərlərimiz, əcdadlarımız, qəhrəmanlarımız bugün müstəqil, azad, qüdrətli ölkə olmağımız üçün ən vacib şeyi, canlarını fəda etdilər. Bu proses davam edir və ordumuz, ölkəmiz güclənir. Əminəm ki, biz yaxın gələcəkdə daha da güclənəcəyik. Bu, sizin iştirak etdiyiniz çox mühüm layihədir. 1700 gənc ordu ilə birbaşa təmasda olacaq. Əskərin həyat tərzini öyrənəcəksiniz. Bu həyat tərzini özünüz bölüşəcəksiniz və əminəm ki, bu günlərdən maksimum yararlanacaqsınız. Sizə çox faydalı və xoş 6 gün arzu edirəm. Ən əsası bu düşərgəni düzgün emosiyalarla və bu layihənin üzərinə düşən mühüm əsas vəzifə ilə tərk etməyiniz vacibdir ki, bu da insanlarda, gənclərimizdə, həmvətənlərimizdə vətənpərvərlik ruhunu artırmaqdır. Ölkəmizin gücləndirilməli olduğu əsas məsələ cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksəldilməsi, ölkəmizdə qürur hissini gücləndirməkdir və hesab edirəm ki, bu layihə və bu günlər bu məqsədə xidmət edir. Bornis Bələdiyyəsində immunizasiya və peyvənd mövzusu üzrə ailə həkimləri ilə məlumat görüşü keçirildi. Görüş zamanı uşaqların peyvənd olunmasının vacibliyi, valideynlərin iştirakı kimi mühüm məsələlərə diqqət yetirildi. Planlı immunizasiya qızılça, məxmərək, parotit və digər infeksiyaların qarşısının alınması üçündür. Qeyd edək ki, layihədə Marneuli Bugün İctimai Səhiyyə Mərkəzinin təşkilatçılığı ilə görüş keçirildi. Bornis Bələdiyyəsinin ilkin yardım və ailə həkimləri dəvət olunmuşdu. Bu insanlar bələdiyyə miqyasında peyvəndləmə prosesində iştirak edirlər. Mövzu praktiki immunizasiya idi. Maraqlı suallar verdilər. Gecikmiş peyvəndləmə məsələsinə diqqət ayrıldı. 0160N nizamnaməsini müzakirə etdik. Maraqlı görüş alındı. Məncə belə görüşlər xatırlatma xarakteri daşıyır və tez-tez təşkil olunmalıdır. Ümumiyyətlə, Səhiyyə Mərkəzi səlahiyyətlərimizi yerinə yetirməkdə bizə çox yardımcı olur. Valideynlərə gəldikdə isə fəal deyirlər, amma körpəsini peyvənd etdirmək istəyən valideynlər də çoxdur. Uşaqlar böyüklərə nisbətən virusa daha az yoluxurlar. Poliomiyelit virusuna yoluxmada da yaş fərqi müəyyən dərəcədə müşahidə edilirdi. Virus ilk növbədə uşaqları hədəf alsa da, bu virusa yoluxan böyüklər xəstəliyi daha ağır keçirirdi. Ona görə də vaxtında peyvənd olunmalıdır. Borjomda rafting və oxatma üzrə paraatlet yarışı keçirilir. Tədbir Gənclər Media Birliyi və Marneuli Meriyasının birgə maliyyələşdirdiyi Aktiv Həyat Mənim Təbiətimdir layihəsi çərçivəsində baş tutur. Qeyd edək ki, layihədə Marneuli Bələdiyyəsindən 6 iştirakçı yer alır. Və salam, hörmətli tamaşaçılar, sabah eyni vaxtda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.